Salam, hər kəsə gündüz xeyirli uğurlu olsun. Saat 12'ye kalktı kızlar. Biz şu oyanmışız. Yemeği yoldaşım için səhər yemeği hazırladım. Özüm yeməmişəm hələ çünki dünündən bugün idman eləməmişəm. Əti çəkmişəm, qoymuşam tavada qəşəng qızarsın. Yemeğim hazır olsun ki keçin işimə. Kızlar porsiyon şeklinde belə qızartdım. Dörtlü koydum ki çıxardığımda da hamısı bir yerdə çıxardıb xarab olmasın. Demək qızlar, ət kotletlərimi hazırlayandan sonra toy kotletlərimi də hazırlayıb buzluqları yığıram. Belə mənim üçün asan da olur. Sonra yoldaşımla Almarketə getdik. Alacağım bir iki şeyler var idi. Onları aldım. Çay aldım. Ne bileyim qatıq aldım. Sonra belə bir kremalın yağını aldım. Yemək falan pişirəndə lazım olur. Pire falan eləyəndə atıram içine. Belə bir şor aldım. Yani evin ehtiyaclarını aldım. Belə bir Ivanovka pendir aldım. Mənim xoşum gəlir. Ümumiyyətlə ən sevdiyim pendir Naxçıvan pendiridir. Oradan kimsə gələndə pulu ilə gətiririm. Olmayanda da belə marketlərdən alıram. Pendir əlavə edirəm içərisinə. Pişilərim üçün Felix aldım. Felix'in qiyməti qalxıb, amma yenə də onu sevirlər deyənə onu aldım. Belə qara çörəklə zavad çörək götürdüm. Onsuz planladıq ki, axşam yoldaşım işdən gələndə yenə gedərik Megastora. Çünki Almarketdə istədiyim çox şeyi tapa bilmirəm. Ona görə Megastora axşam tərəfi gedirik biz. Mən bir qadan başqa istifadə edə bilmirəm. Bir də sərfəlinin belə bir qardalı yağını götürdüm. Kök götürdüm. Kotletin içinə falan buradan salat falan eləyirəm. Pomidor, bir də xiyar götürdüm. Bir də yoldaşım limon çox yer qızlar. Bir də limon. Qızlar aldıqlarımı yerləşdirdim xaladenikə. Sonra başqa işlərim var. Mən qızlar Holland pendirim qurtarmışdı deyənə yarın çıx saxlamışdım. Bugün də marketdə aldım, pişirdim, qurtardım. Bunları buzluğa yığacağım inşallah. Orada da dolmam hazırdır, pişib. Gedirəm ev işlərini görməyə, sonra gəlib kuxlanı axıra saxlayıram həmişə çünki kuxlanın şey azdır. Elə də işim yoxdur. Bir dənə yeri siləcəm. Bir də bir iki qabım var, onu yuyacağım. Demək qızlar, yastıq değişirəm. Elə bir atamgilə gedəndə yastığımı birini aparmışdım. Anama verdim. Mən ümumiyyətlə yastıq biraz istifadə edirəm. Mamama verirəm. Özümə təzəsini alıram. Belə bir yastıq var. Yastığı üz keçirdəcəm. Bir də o vaxt bunu cihaz zamanı düzəltdirmişdim. 30 manata düzəltdirmişdim bunu. Sonda göstərəcəm sizə. Qızlar, yığışdırdım, qutardım. Şarjımı verdiyəni qısa qapının ağzından çəkirəm belə. Yığışdırdım, qutardım şükür sonunda. Meyvə qabını götürəm gələk. Belə hər yanı yığışdırmışam. Qəşəkcə belə da belə, belə, belə. Bir dənə bunlar çıxartmışım. Bunlar da meyvələr silmək üçün. Bu təkcə pollar silmək üçündür. Bu da həm polu belə pəncərə ağzını, qapıları belə səthi belə. Burada da kuxnadır. Əskilərim qalıb. Megastora getmişdik. Marketdən nə almışam? Onu sizlərlə paylaşacağım. Pomidor aldım belə. Kilosu 4 manat neçə getdi? 4 manat neçə getdi idi səndə. Haranın pomidoru bilmədim. Amma gözümə gözəl, qəşəng görsəndi. Gözümsə görsəndi. Banan götürdüm. Sonra belə baxımcan acı biber, şirin biber götürdüm. 3 bozu elədim bəlkə. Xiyar da indirimdəydi. Xiyar götürdüm. Yumurta götürdüm belə 15 dənə.
Orada süt götürdüm. Belə. Böyle salfetler götürdüm. O da salfetler indirimdeydi. Ürünü 1.32 almışım. Sonra böyle böyle konfetler almışım. Mars, KitKat, bu da kopi tadı. Böyle şeyin fake. Peki. Bir tane böyle burger süreyi. Bir tane böyle beriban. Yine Mars. Testim böyle. Onları sayı. Bu jelibon bir de böyle Twix. Böyle işte Kazaka'nın ketçupu ama hoşuma gelmedi. Biraz koz aldım. Evde de varımdı. Levent'e verdim. Böyle yağmur aldım. Böyle kendi aldım. Sonra ne aldım? Baş. Taze soğan aldım. Böyle soğan aldım. Soğan ne kadar tuttu? 1.18. 39 qəpik 20 qəpik. Böyle file aldım. Ondan kesə qəpik kaçız falan bilirəm. Böyle kartof aldım. Təzə kartofdu. Təzə kartof çıxandan adam heç köhnə kartofunu istəmir. Bir tane aldım. Yoldaşımın hediyesi değil, at günü için böyle bir paket aldım. Hani budmani bir şeydi. Böyle. Bunda 8 manat oldu. Bu kadar. Demək qızlar, aldıqlarımı yerləşdirənə qədər yoldaşım da dönərdən lahmacun alıb gətirmişdi ki, yeyək. Bugünlük bu qədər. Göz haqqınızı halal edin. Sağ olun, sağlıqlı qalın. Hələlik.